Dostlar, mənə ən çox verilən sualların biri də odur ki, tərləyəndə tərimizdən iyi gəlir. Bizə nə məsləhət görürsən, ya bir dənə resept deyil, ya bir dərdimizə bir dərman deyil, gedək biz o eləyək, bizim tərimizdən iyi gəlməsin. Mənim şəxsən vaxt olub, zaman olub, tərimlə at tərinin iyi gəlirdi. Bu bilirsiniz, atlar qaçıb tərləyəndə atların tərindən çox pis iyi gəlir. Mən şəxsən vaxt var idi, xəstə idim. İminlə xəstə olduğum vaxtı mənim tərimlə dəhşətli dərəcədə pis iyi gəlirdi. İyi bizim akazvacı tərimizdən gəlmirmiş, iyi bizim daxilimizdən gəlirmiş, içalatımızdan gəlirmiş. Görün insanın içalatı da, daxili orqanları nə günə qalırsa, balotaya çevrilir, kanalizasiyaya çevrilir insanın daxili. Başlayır, həmin o iyidi, qoxdu, o belə tər vasitəsilə basır çıxır çölə. Biz də buna deyirik ki, adım qoymuşuz ki, bizim tərimizdən iyi gəlir. İyi bizim tərimizdən yox, daxili orqanlarımızdan gəlir. Bu gün gedib yalandan Lexona deyirsiniz, nə bilim, Rexona deyirsiniz, nə deyirsiniz bilmirəm. Gedib bu kimi zirzibilləri alıb, qoltuğunuzun altına vurub, nə bilim, dərinizə ziyan vurunca, gedin bağırsaqlarınızı sağaldın. İyi sizin bağırsaqlarınızdan gəlir, tərinizdən gəlmir. Siz tərə qarşı nə qədər dərman da vursunuz, nə bilim, nə qədər nə eləyirsiniz, eləsiniz, bunu demək istəyirəm. Sizin yenə də tərinizdən iyi gələcək. Sizin tərinizdən yox, bir də deyirəm, diqqətlə qulaq asın. İyi sizin bağırsaqlarınızdan gəlir. Tərinizdən gələn iyin qabağını almaq istəyirsinizsə, dostlar, gedin bağırsaqlarınızı sağaldın. Bağırsaqlarınızı sağaldırmaq istəyirsinizsə, pəhriz eləyin, nəfsünüzə yiyələnin. Ən birinci şərtlərin biri və birinci insan yeməklə içməyi ayırmalıdır. Nə vaxta qədər yeməklə içməyi ayırmayasınızsa, sağala bilməyəsiniz. Həm dəri xəstəliklərindən əziyyət çəkəsiniz, həm mədə bağırsaq xəstəliklərindən əziyyət çəkəsiniz, həm ötküsünüz daşlaşacaq, həm qaraciyarınız piylənəcək, bağırsaqlarınız steroiddən çıxacaq. Niyə? Mən videolarımda bir neçə dəfə demişəm, bir dəfə də deyirəm. Biz çörək yeyəndən 10-15 dəqiqə sonra bizim mədəmizə kislat axır. Yediyimiz yeməkləri parçalamaq üçün, həzm eləməkdən ötürü. Biz də yemək yediyimiz zamanı daxilimizə maye qəbul edəndə, yəni çay içəndə, su içəndə, ayran içəndə, nə bilim, kompot içəndə, kola içəndə, fanta içəndə, o mədəyə axan kislatanın tərkibini öldürürük. Mədəyə axan yediyimiz yemək düzgün həzmə gedə bilmir. Yediyimiz yemək də düzgün həzmə gedə bilməyəndə qalır bizim daxilimizdə xarab olur, qıcğırır, iyilənir. Bu da bütün xəstəliklərin də mənbəci daxilə yığılan çöküntülərdir. Bax, nə vaxta qədər bağırsaqlarınızı sağaldmayasınızsa, sizin tərinizdən iyi gələcək, özü at tərinin iyi gələcək. O çapılmış atlar olur, tərləmiş. Bax, o atların iyi gələcək. Yenə deyirəm, yalandan o ərlərinizin çöldə it zülmü ilə qazandığı pulları yekə insansınız. Hansı ki, hələ bu vaxta qədər yekələ bilməmsiniz. Aparıb o şampundur, mazdır, nə bilim, kremdir. Bu kimi zirzibillərə vurub sırınıza, sıfatınıza sürtmün. Dərinizin sağlam olmağını istəyirsinizsə, gedin bağırsaqlarınızı sağaldın. Nəfsünüzə yiyələnin su üçün, çay əvəzinə su üçün. Dünyada dərini ən gözəl sağlam eləyən sudur. Sudan gözəl bu dünyada dərman yoxdur. Siz bunu bilmirsiniz prosta. Başa düşdünüz. Fikriniz qalıb, nə bilim, Heldrin Shoulders-da, nə bilim, Lexona buradan gəldi, nə bilim, Andrei Petrov buradan getdi. Dolamın cəmaatı, özünüzü alladın, özünüzü yormun. Gedin bağırsaqlarınızı sağaldın. Bağırsaqlarınızı da sağaldmaq üçün mən videolar paylaşmışam. Pəhriz eləyin, su üçün,
soda üçün, periks üçün mən videolarımda göstərmişəm də yormam mən, xahiş edirəm. Adnoy tozu şey görməm 1000 dəfə sizə deyəndə nə olur? Deyirsən tərimdən iyi gəlir, deyirəm git bağırsaqlarını sağalt. Hansı xəstəliyindən mən şikayət eləsin, mən sənə başqa söz deməyəcəm. Sizə deyəcəm ki, gedin bağırsaqlarınızı sağaldın. Desin saçım tökülür, deyəcəm ged bağırsaqlarını sağalt. Desin dırnağım çürür, deyəcəm ged bağırsaqlarını sağalt. Desin başımda kəpək var, deyəcəm ged bağırsaqlarını sağalt. Desin dəri xəstəliklərim var, sızanağım var, pirişkim var, nə bilim, ləkələrim var, deyəcəm ged bağırsaqlarını sağalt. Mən sizə başqa söz deyə bilmirəm. Ona görə ki, bütün xəstəliklərin mənbəyi bağırsaqdır. Fikrimi çatdıra bildim. Sağalmaq istəyirsinizsə bağırsaqlarınızı sağaldın. Mən tərimdən iyi gəlir, mən Rexona ver, bu girmir. Boş söhbət. Yəni bu kimi şeylərlə öz-özü allatmın da. Nə öz-özü allatmın, nə də ətrafınızdakiləri. Bağırsaqlarınızı sağaldın, söhbəti bağlayın, gedin yaşayın. Mənim kimi, məsələn. Maşının birini alanməzsiz mən. Bir nəfər də uşaqlardan sual vermişdi ki, orada Ukraynada avtomoyka işi var. Ay, niyə yoxdur ki, daha? O da var. Ukraynada hər iş var, demişəm sizə.